Salam. İranda inqilab olacaq, olmayacaq, bunu mən bilmirəm. Bunu İran xalqı bilir. Amma bildiyim odur ki, bir neçə aya İlham Əliyev xeyli adamı İran agenti adı ilə həbsxanalara dolduracaq. Və bu dəfə nə Avropa Birliyi, nə Amerika Birləşmiş Ştatları həmin adamları siyasi məhbus kimi tanımayacaq. Və təəssüflər olsun ki, İlham Əliyev İran agenti adı ilə inanclı adamları həbsə atanda bir xeyli müxalifətçini də zindana dolduracaqdır. Danılmaz fakt ondan ibarətdir ki, Əliyevin oğurluğu, talanı, qəddarlığı nəticəsində Azərbaycandan böyük hissəsi Azərbaycan dövlətinə etibar edilmir. Övladına çörək ala bilməyən, xəstə övladına həkim tapa bilməyən, dərman tapa bilməyən. Əlil olmuş qazi intihar edirsə, Azərbaycan adamı öz dövlətinə etibar etməyəcək. Bu danılmaz faktdır. Danılmaz fakt da ondan ibarətdir ki, İlham Əliyev təhsili məhv etdiyindən savadsız adamlar İranın və Rusiyanın təsiri altına daha tez düşürlər. İran insanlarımızın dinli duyğularından dəhşətli dərəcədə çox istifadə edir. İran öz agentləri vasitəsilə, təbliğat maşını vasitəsilə, Allah, Peyğəmbər, imamların adı ilə Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını ovlamaqla məşğuldur. Amma bu İran bircə dəfə də olsun inanclı adamların həbsinə etirazını bildirmir. İlham Əliyev İran şirinin quyruğunu basan kimi bunların səsi aləmi götürür. Səfirliyi girib adam gündəliyirlər. Nə bilim, etmədikləri Zəngəzur məsələsində məsələn dünyanı bir-birinə qatırlar. Amma 300-dən artıq inanclı adam həbsxanada bir dəfə də olsa etirazını bildirmir. Bunlar üçün bu adamların heç bir əhəmiyyəti yoxdur. Bunu niyə danışıram? Bu videonu niyə çəkirəm? Belə bir statusda yazdım. Görürəm ki, bir xeyli adam dini inancına görə İranı müdafiə edir, İran rejimi müdafiə edir. Sizi inandırıram ki, Azərbaycan hökumətinin xüsusi xidmət orqanları, Azərbaycan İlham Əliyevin trolları bütün sosial platformaları izləyir və bu adamların qeydiyyatına. Sabah sizlər həbs olunanda, həbsxanaya düşəndə heç kəs sizi müdafiə etməyəcək, əmin olun. Nə İran, nə sizi belə provokasiyaya çəkib, belə meydana çıxardan o İran agentləri. Həqiqi agentlər, həqiqi İran tulaları kənarda qalacaq. Zərbə sadə adamlara, təəssübkeşlərə düşəcək. Ki, mən əminəm ki, adamların çox böyük hissəsi nə İranla, nə İran dövləti ilə heç bir əlaqəsi olmayacaq. Necə ki, indi tutulan adamlar. Sağ olun.